Leandro. Ötürməsini etdi Zubir'e. Zubir. Ötürmə sağ tərəfə. Danibol. Baxır cərmə meydancasına ötürmə qapı qarşısına. Müdafiədən qayıdan top. Emin. İmad Fərəc. İmad Fərəc və ona qarşı qayda pozulur. Leandro. Qaydanı pozan futbolçuydu. Niye bunlar? Təkrarı bir daha izlədik. Ötürmə sağ tərəfə. Faye Sako. Ötürdüyü yerdə Chris Kouakou var idi. Kevin Medina. Medina. Ötürmə Zubir. Pressing gelirdi orada. Sessi Dalmeyda. Semimai. Sağ çınaha ötürmə. Danibol sürətlə əksüsün vurur idi Qarabağ komandası. Leandro Andrade saxlamadan ötürmə. Igor Ribeiro. Qarşısını kəsir. Leandro'nun ötürməsinin və küncdən zərbə olacaq. Həm Forza Nefçi, həm İmarət Tayfa möhtəşəm ab-hava yaradıb üst tribunalarda. Toral Bayramov topları daxil edəcək. Maçda 8-ci dəqiqədir. Toral, yanında Zubir var. Toral, Abdullah Zubir'le oynuyor. Zubir, ötürme geriye. Toral. Leandro, ötürme kapı karşısında boşta zərbə üçün imkan var idi və küncdən zərbə olacaq. Son anda müdafiə yanlı oynuyor Neftçi futbolçuları. İzleyin tekrarı. Bak burada. Я хочу сказать, что Джалетов сейчас все это происходит в стадионе, где они сейчас играют, да? Küncdən zərbə yerinə yetirilir. Elçin Məsiyev canlı şəkildə, çox yaxın şəkildə, diqqətli şəkildə izləyir. Cərmə meydancası daxilindəki o apamanı diqqətli futbolçularda ötürmə qapı qarşısına başla zərbə imkan verilmiş. Hücum davam edəcək Leandro. Meteo önündəydi. Chris Kouakou. Pedro Mikailo. Mikailo. Hakim oyunu dayandırır. Igor Ribeiro. Hazırda Gutsisini geyinir və ona görə hakim gözləyin dedi. Elçin Məsiyev. Mübarizə davam edir. Medina. Semimai topu Medina'dan qəbul etdi. Pedro Mikailo. Semimai. İrəli ötürmə. Aidən Sek. Orada Qarabağın iki futbolçusu birbirine mani oldu və kazanır topu Sessi Dalmeyda. Freddy Vargas. Vargas ilerlemeyi mümkün olmadı çünkü Pedro Mikailo yaxşı oynayır. Abdullah Zubir. Chris Kouakou itirir topu. Adi vəziyyətdə sağ çınaqda boşdu ona. İmad Fərəc indi o zonanı yarmağa çalışır. Fərəc baxır qapı qarşısına. İmad Fərəc rəqibini keçməyə çalışdı Fərəc və küncdən zərbə. Neftçinin oyun ərzindəki ilk küncdən zərbəsini izləyəcəyik. Maçda 11-ci dəqiqə. Qarabağ və Neftçi sədaları sözün əsl mənasında asimane bülənd olur indi. Azər Sunar ilə də. Küncdən zərbə yerinə yetirildi. Ötürmə qapı qarşısında. Başda zərbə imkan verilmədi. Geri qaydan top. Sessi Dalmeyda. Dalmeyda orada Zubir'lə mübarizə aparır və top Neftçi futbolçularında. Mustafa Sek. Bensan Abubakar.
Yaxınlaşır, top istəyir komanda yoldaşından. Metyu. Mustafa Sekdən ötürmə cəbə meydançasına və top toru yandan silkələdə ötürmə yaxşı alınmadı. Top qapı xəttindən meydandan çıxıb. Sabir Abbasov və Ruben Kurbanov gedişatı hər ikisi ayaq üstə izləyir. Ötürmə dəqiq deyil. Mustafa Sek. Freddy Vargas. Vargas baxır cəbə meydançasına, ötürmə Vargasdan.